Bu dəfə Bakıya Şamaxı yolu ilə getdik. Yol o qədər gözəl idi ki, insan qəti şəkildə yorulmurdu. Əksinə, təbiət insanı o qədər ruhunu dincəldirdi ki, mən vaxtın necə keçdiyini heç bilmədim. Və mənim daimi izləyicilərim də bu cür vloqların daha çox gəlməsini istədiyi üçün düşündüm ki, sizlər üçün də belə bir qısa bir vloq paylaşım. Azərbaycanımızın hər bir bölgəsi, rayonları o qədər gözəldir ki, hansı rayona getsəm də öz rayonum kimi həqiqətən də doğmalıq hiss etdirir. Çünki torpaqlarımız o qədər gözəldir ki, insanlarımız o qədər gözəl, qonaqpərvər, mehribandırlar ki, insan özünü başqa rayonda hiss etmir. Təbii ki, bu bizim öz rayonumuza, Tovuz rayonunda da belədir. Və mən yol kənarında yemək yemədiyimə görə bizim də bölgənin ən sevimli yeməklərindən mi deyim, atışdırmalığından mı deyim, ən çox sevdiyimiz saç kətəsidir. Bir çox bölgələr ona qutab olaraq da deyirlər, amma bizlər kətə olaraq deyirik. Mən isə göy kətəsini o qədər çox sevirəm ki, elə bilirəm ki, hər yerdə istədiyim həmin o ləzzətli dadı əldə edə bilərəm. Amma sizləri inandırım ki, sanki göy kətəsi ən çox bizim rayonumuzda gözəl dadlı alınır. Bunu məhz kənar bölgələrdə yaşayan yerlilərim də bəlkə təsdiqləyə bilərlər. Bu arada heç bir kəsin əl işini pisləmirəm. Hər kəsin öz zonasında ağız dadı fərqlidir deyə düşünürəm. Nəysə, keçid edək günümüzün necə keçdiyinə. Burada bu qatığı o qədər çox bəyəndim, sevdim. Adətən qatıq sevməyən mən onun demək olar 2 stakanını mən bitirdim. Hətta sizə deyim ki, it belə elə baxdı ki, verdiyimiz yeməklərdən sonra gördüm ki, gözünü çəkmir və mən təbii ki, kövrək ürəyim buna dözmədi və ona da qatıq verdim. İnandırım sizi ki, o da ləzzətlə yedi. Burada da görürsünüz, bizim yerlilərimiz bunu təsdiqləyə bilər məncə. Bizdə həqiqətən də həm çox böyük və quru bişirmirik. Yəni çox quru olmur. Amma yenə də nəticədə ac qalmayaq deyə yedik. Amma göyün həqiqətən də acılığı var idi, biraz da ki, yuxası quru idi. Nəysə, əsas odur ki, təbiətdə gözəl dincəldik, gözəl vaxt keçirdik, sağ-salamat evimizə gəldik. Burada da göstərirəm, baxın. Və ən əsası samovar çayını içdik. Bilmirəm niyə, mən belə bir gözəl təbiətdə oturub dincələndə, çay içəndə sanki elə bir ki, uşaqlığıma qayıdıram. Əvvəllər daha çox tündlük, biraz estetikli yerləri daha çox sevirdim. Təbiət olan yerlərdən qaçınırdım, yəni çox sevmirdim. Amma indi əksinə, bilmirəm, yəni sizlər də mənlə həm fikirsinizmi, amma düşünürəm ki, həqiqətən də insanların daha çox az olduğu, təbiətin daha gözəl olduğu yerdə insan özünü, ruhunu dincəlmiş hiss edir. Bu qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Fikirlərinizi rəy bölməsində yazmağı unutmayın. Hələlik.